Şəxsi istifadə üçün çox gözəl, zövqlü şəkildə təmir olunmuş. Qoşa daşla tikili 3 otaqlı paket kupça, yəni torpağın və evin kupçası olan belə bir gözəl həyət evi təqdim edirəm sizlərə. Evimiz Xırdalan şəhərində yerləşir. 8 nömrəli məktəbin tam yaxınlığında. Təqdimata başladıq qonaq otağından. Baxın, görür, belə bir gözəl, zövqlü, səliqəli qonaq otağımız var. İstilik sistemi kombi sistemdir. Evimizin gözəl, səliqəli bir həyət hissəsi də var. Yəni sonda həyətini göstərəcəm sizə. Rahatlıqla avtomobil daxil olur. Stol qoyub otura bilirsiniz. Bir daha qeyd edirəm, sənəd kupçadır. Paket kupça. Torpağın və evin kupçası hazır əldədir. Əsas giriş qapısıdır. Girişdən daxil olarkən solda yerləşir qonaq otağı təqdim etdiyim kimi. İrəlilədikdə sağda belə bir gözəl, səliqəli mətbəximiz var. Evdə qalacaq mətbəx mebeli, kombi, radiator. Bir daha qeyd edirəm, qoşa daşla tikilib, çox gözəl, zövqlü və səliqəli bir təmir olunub. 2 ədəd yataq otağımız var. Bu hissədə pəncərələrin qarşısı tam açıqdır, işıqlı evdir. Bir daha qeyd etdiyim kimi səliqəli, gözəl, təmirli. Al, köç, yaşa. Bugünkü gün, yəni evin 1 manat belə xərci yoxdur. Burada isə növbəti otağımız yerləşir. Görürsünüz, ikinci yataq otağı ümumilikdə 3 otaqdan ibarətdir. Burada yerləşir sanuzelimiz. Belə bir gözəl, səliqəli sanuzel. Ərazidə bütün kommunallar fasiləsiz olaraq verilir. Xırdalan şəhərində 8 nömrəli məktəbin tam yanında yerləşir. Yəni məktəblə evin arasında 5-6 metr məsafə var. Çox gözəl, səliqəli bir evdir. Və keçirik evimizin həyət hissəsinə. Evimizin belə bir gözəl, səliqəli həyəti var. Dediyim kimi, rahatlıqla avtomobil daxil olur. Yerdən kifayət qədər hündür məsafədədir, yəni hündürlükdədir. Zirzəmisi də var. Keçirik zirzəmisinə də baxırsınız. Yəni zirzəmidən də rahatlıqla istifadə etmək mümkündür. Hündür quru bir ərazidə yerləşir. Heydər Əliyev prospektinə 250-300 metrlik məsafədədir. Sənəd paket kupçadır qeyd etdiyim kimi. Kombisi də quraşdırılıb həyətdə. Ərazidə bütün kommunallar fasiləsiz olaraq verilir. Ətraflı məlumat almaq üçün 050 521 41 88 nömrəsi ilə əlaqə saxlayırsınız. Sizin də satışda əmlaklarınız varsa buyurub bizə müraciət edə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdən görüşənədək.